Uşaq çox səbirsizdir, diqqəti dağınıqdır, bir dəqiqə bir yerdə otura bilmir, dərslərinə fokuslana bilmir, istədiyi olmayan kimi tez ağlayır deyirsinizsə, bu videoya diqqətlə baxın. Diqqət əskiliyi və hiperaktiv pozuntusu olan uşaqlar telefon və televizorun həyatımıza girişi ilə əvvəlkindən daha çox çətinlik çəkməyə başlayıblar. Çətinlik çəkən isə tək uşaqlar deyil, onların valideynləri və müəllimləri də onlarla birlikdə çətinlik çəkirlər. Anacan Kids komandası olaraq məqsədimiz uşaqları telefon və televizordan maksimum uzaqlaşdırmaq və faydalı oyunlara yönəltməkdir. Gördüyünüz oyuncaqla uşaqlarda diqqət, yaddaş, təfəkkür və təxəyyül kimi psixi proseslər inkişaf edir. Analiz etmə, eyniləşdirmə, problem həll etmə və səbr etmə kimi bacarıqlar inkişaf edir. Bu oyunla uşaq yıxılarkən yenidən toparlamağı, frustrasiyaya dözümlülüyü, məqsədlərində davamlılığı və çalışqanlığı öyrənir. Konstruksiyaları mərhələli şəkildə tamamladıqca öz özgüvənini inşa edir. Kitabçanı kənara qoyub xəyal dünyasına qulaq verdiyi zaman isə öz yaradıcılığını danışdırır. Siz isə övladınızın inkişafını izləməyin sevincini yaşayırsınız.